Bilirsiniz ki, yaxın əyləşən bir məsələni sizinlə danışaq və çox ciddi bir məsələdir. Bilirsiniz, Rusiya və Ukrayna arasında müharibə gedir və bu ilə bağlı ölkəmizin vətəndaşları müəyyən pul ödəniş müqabilində o ölkələrdə müharibədə iştirak edirlər, həlak olurlar, itkin düşürlər, əsir düşürlər. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri həyata keçirilir. Bununla bağlı 4 nəfər tutulub, cinayət məsuliyyətinə cəlb olunub. Onların barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir. Dostlar, diqqətli olun, müəyyən pul müqabilində canınızı oda alova atmayın. Allah sizi qorusun.